Səhər ac qarına bir qaşıq. İçilən zeytun yağı və limon qarışımı sizi cavanlaşdırır. Sağlamlığınıza inanılmaz təsir edəcək. Artıq çəkidən azad edəcək. Qəbizlikdən xolesterola, dəridən saçlara qədər hər şeyə faydalıdır. Əgər siz də sağlam və gümrah qalmaq istəyirsinizsə, videonu sona qədər izləyin. Bəyənib abunə olun, ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Bir qəbizliyin qarşısını alır. Zeytun yağı həzm orqanlarında maillik və elastiklik yaradır. Limon suyu isə həzm prosesində ifraz edilən hormonların artımına kömək edir. Bu iki qarışım bir yerdə bağırsaqları aktivləşdirir və onların işlərini asanlaşdırır. Əgər qəbizlik probleminiz varsa, sınaya biləcəyiniz ən təbii üsul zeytun yağı və limon qarışımıdır. 2. Qaraciyəri və öd kisəsini nizamlayır. Bu qarışım öd kisəsində daşların əmələ gəlməsinə mane olur. Qaraciyər, öd kisəsi və böyrəklərdə detoks effekti yaratması üçün qarışımı yeməkdən 1 saat əvvəl için. Zeytun yağı və limon hər ikisi orqanizmi toksinlərdən təmizləyir. Toksinlərin xaric edilmə sürətini artırır. Bundan əlavə qaraciyər və öd kisəsinin işini asanlaşdırır. Üstəlik orqanizmi sərbəst radikallara qarşı müqavimətli edir. 4. Xolesterola nəzarət. Zeytun yağı qan dövranını tənzimləyir. Qandakı lipidləri balanslaşdırır. Beləcə damarlarda yığıntı əmələ gəlməsini ləngidir. Mütəmadi olaraq qəbul edilən zeytun yağı və limon qarışımı faydalı xolesterolu artırır. Eyni zamanda triqliseridlərə nəzarət etməyə kömək edir. 5. Qan damar sistemini təmizləyir. Zeytun yağındakı olein turşusu qanı təmizləyir. Qanın laxtalanmasının qarşını alır və qan axınını sürətləndirir. Revmatoloji artriti artmağa qoymur. Eyni zamanda artriti yaradan iltihablanmanı aradan qaldırır. Qarışımı dəriyə çəkdikdə varikozu azaldır. 6. Təzyiqi nəzarətdə saxlayır. Təbii qarışım yüksək təzyiqli xəstələrə yaxşı təsir edir. Səbəbi tərkibindəki antioksidantlar və minerallardır. Qarışımı səhər yeməyi zamanı qəbul etmək, ürək döyüntüsünün artmasını və təzyiqin qalxmasının qarşısını alır. 7. Qocalmanı ləngidir. Hər gün bu qarışımdan içsəniz, hüceyrələriniz toksinlərdən təmizlənər. Həmçinin lazımı maddələrlə qidalanar. Beləcə orqanizm gümrah və təravətli qalar. Qarışımın tərkibindəki vitamin ürək və qan damar xəstəliklərinin qarşısını alır. 8. Qarın bölgəsindəki yağları əridir. Zeytun yağı və limon qarışımını tez-tez istifadə etsəniz, arıqlamağınıza kömək edəcək. Üstəlik toxluq hissi yaradacaq və siz daha az yeyəcəksiniz. Qarışımın daha bir özəlliyi də metabolizmanı sürətləndirməkdir. Bu da artıq yağların bədənə yığılmasına mane olur. 9. Saç və dəriyə parlaqlıq verir. Texniki olaraq saçlarımız, dırnaqlarımız və dərimiz də bizim bir parçamızdır. Zeytun yağı və limon qarışımı orqanizmi daxildən qidalandırır. Beləcə saçlar, dırnaqlar və dəri get-gedə parlaqlaşır və qırışıqlar azaldır. Bəs bu möcüzəvi qarışım necə hazırlanır? Əvvəlcə seçdiyiniz zeytun yağının təmiz və təbii olduğundan əmin olun. Yarım stəkan ilıq zeytun yağı və 1 ədəd limonun sıxılmış suyunu qarışdırın və səhər yeməyindən yarım saat əvvəl için. Bir də onu qeyd edim ki, bu qarışımı qan duruldan dərmanlardan istifadə edənlər, daim aşağı təzyiqdən əziyyət çəkənlər, həkim məsləhəti olmadan qəbul etməməlidir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub, bəyənməyi unutmayın. Bu videoda bu qədər izlədiyiniz üçün təşəkkürlər.